Uzaqdakı qardaşımız Saxa Yakutyanın xalq şairi Nikolay Luginovun 75 yaşı tamam olur. Bu münasibətlə hörmətli yubilyarımızı təbrik edir, ən xoş diləklərimi yetirirəm. Nikolay Luginovun yaradıcılığı yalnız Saxa Yakutyalı qardaşlarımız üçün deyil, ümumən Türk dünyasından olan və dünyanın dörd tərəfində yaşayan oxucular tərəfindən də maraqla qarşılanır. Bunun da bariz göstəriciləri Nikolay Luginovun təltifləridir, onun kitablarının tirajıdır, ona olunan müraciətlərdir, onu özünə ustad bilənlərin sayı və sambasıdır. Nikolay Luginovun yaradıcılığı hansı özəlliklərə sahibdir? İlk növbədə onu qeyd edək ki, hörmətli yubilyarımızın yaradıcılığında fəlsəfi qatlar, fəlsəfi demək, dərinlik və üfüq ayrı bir gözəlliklə təcəlli etməkdədir. Digər bir özəllik olaraq Nikolay Luginovun yaradıcılığında Saxa Yakutya demək, coğrafiyasının, Saxa Yakutya mədəniyyətinin, energetikasının və etnoqrafiyasının ən müxtəlif çalarlarının, relyefinin təcəlli etməsini vurğulaya bilərik. Bir daha hörmətli yubilyarımızı Azərbaycandan qardaş sevgisi ilə, sayğısı ilə salamlayır. Yubileyiniz qutlu olsun deyirəm. Hörmətli yubilyarımızın timsalında Saxa Yakutyadan olan bütün könül dostlarını, şairlərimizi, yazıçılarımızı sevgi ilə, sayğı ilə salamlayıram.